Çoxdan bir sulu yemək pişirmirəm evə. Həmişə quru. Dedim biraz makaron eləyim. Xırda verməşildi makaron elədi ondan. Biraz qovrulsun. İndi makaronunu əlavə eləyəcəm. Tomat olanda daha yaxşı olur. Daha olmadı. Hava da o qədər istidir ki, düşüb almağa halım qalmır istidən. Bu günlərim dəhşət isti var. Günəş necə çıxıb, yanır asfalt. Bunu belə qovururam qızlar. Biraz üstünə su əlavə eləyirəm. Bu qədər olur. Sulu qəşəng makaron. Biraz da biber, bu belə qara istiot üydülmüş. Biraz da ondan əlavə edirəm, dadı qəşəng olsun. Olanda roltonun o çupun içinə qatırsan, pirpirava, o da yaxşı olur. O da yoxdur, qutarıb. O da dad verir yaxşı. Burada belə lavaş almışdım, ondan qalıb. Onu da qəşəng arasına şor qoyacağım. Qızardacağım yağda. Belə lavaşın arasına qoyuram, bükürəm. Uşaqlar çox bəyənir. Qızardıram ama yağda. İstəsəz sobada da eləyə bilirsiniz. Sonra tosterdə də eləmək olur. Mən yağda eləyirəm. Belə bükürəm. Elə bir şey olur ki. Belə alınır. Bugün o qədər işim var. Bilmirəm hansından başlayayım. Mənim üçün ən ağır gün 6 bazardır. Çöldə də işlərim var, evdə də işlərim var. Bilmirəm hansına başlayayım. Birinci yeməkləri bişirim, qoyum hazır. Bilim ki, tay yemək var. Sonra keçim evin işlərinə. Hamamı da sürtməliyəm. Həddindən çoxdur işim.